Salam, əziz və həmişə təmkinli buğalar. 17-23 avqust həftəsi üçün ulduzların məhz sizin üçün hazırladığı səmada cızılmış o sirli mesajlara xoş gəlmisiniz. Bu həftə sanki kainat sizin o sakit, dəyişməz və hüzur dolu təbiətinizlə tam bir harmoniya içərisindədir. Bilirəm, siz həyatda qəfil dəyişiklikləri, səs-küyü və tələskənliyi o qədər də sevmirsiniz. Sizin üçün ideal dünya hər şeyin öz yerində olduğu, bünövrəsi möhkəm və tamamilə güvənli bir dünyadır. Avqustun ortalarını geridə qoyub sonuna doğru irəlilədiyimiz bu günlərdə o çox axtardığınız daxili tarazlığı nəhayət ki, tapdığınızı iliklərinizə qədər hiss edəcəksiniz. Elə bil, uzun müddət əsdiyinə görə ətrafdakı hər şeyi bir-birinə qatan o dəlisov küləklər artıq səngiyib və indi sadəcə yarpaqları yüngülcə titrədən xoş bir mehdən başqa heç nə qalmayıb. Siz torpaq ünsürüsünüz, ayaqlarınızı yerə bərk basmağı, atdığınız hər addımın arxasında qürurla durmağı sevirsiniz. Və məhz bu 7 gün ərzində səmada baş verən planetar hərəkətlər sizin bu xüsusiyyətinizi daha da ön plana çıxaracaq. Həyatın sürətli axarına qapılmaq əvəzinə kənara çəkilib hər şeyi müşahidə edən, ən doğru zamanı gözləyən o müdrik tərəfiniz yenə karınıza gələcək. Bəzən ətrafınızdakı insanlar sizin bu sakitliyinizi hərəkətə keçməzdən əvvəl uzun-uzadı düşünməyinizi lənglik kimi qəbul edə bilərlər. Lakin onlar bilmirlər ki, sizin qurduğunuz binaların təməli o qədər dərindir ki, heç bir fırtına onu sarsıda bilməz. Bu həftə ətrafınızda baş verən xırda para xaoslara baxıb gülümsəyəcək və sadəcə öz işinizlə, öz yolunuzla məşğul olacaqsınız. İş və karyera həyatınıza gəldikdə isə görünən odur ki, zəhmətinizin, o bitib tükənməyən əzmkar səylərinizin qarşılığını almaq üzrəsiniz. Uzun zamandır əkdiyiniz toxumların cücərdiyini, meyvə verdiyini görmək ürəyinizə əsl su səpəcək. Həftənin ilk günlərində iş mühitində kimsə sizdən daha sürətli olmağı, işləri tez bazar təhvil verməyi tələb edə bilər. Həmkarlarınızın və ya rəhbərliyin gərəksiz bir təlaş içində olması sizi bir anlıq gərginləşdirəcək. Belə anlarda o məşhur, bəzən də biraz ipə sapa yatmayan inadkarlığınız yenidən baş qaldıra bilər. Ancaq daxilən tamamilə haqlısınız. Çünki siz işi sadəcə görmək xatirinə yola vermək üçün yox, keyfiyyətli və qüsursuz etmək üçün çalışırsınız. Sizin üçün yarımçıq və ya səliqəsiz görülmüş bir iş qəbul olunmazdır. Ətrafınızdakıların o təlaşlı halı sizi öz ritminizdən, o nizamlı cədvəlinizdən çıxarmamalıdır. Kim nə deyir desin, siz bildiyiniz, güvəndiyiniz o sağlam yolla irəliləməyə davam edin. Rəhbərliklə və ya sizdən vəzifəcə böyük olan insanlarla ünsiyyətdə nümayiş etdirəcəyiniz o təmkinli duruşunuz sizi yarana biləcək hər cür böhrandan, hər cür yersiz mübahisədən xilas edəcək. Bəzən böyük problemlərin qarşısını almaq üçün sadəcə susmaq və qarşı tərəfin öz-özünə sakitləşməsini gözləmək ən müdrik seçimdir. Əgər masanızın üzərində həllini gözləyən köhnə, bəlkə də bir qədər bezdirici sənədlər, layihələr varsa, bu həftənin enerjisi onları tamamilə yekunlaşdırmaq üçün sizə inanılmaz bir fokuslanma bacarığı verəcək. Pul və maddi məsələlər sizin üçün həmişə xüsusi, bəzən hətta həyati əhəmiyyət daşıyır. Yox, heç kim düşünməsin ki, siz sadəcə pulgirsiniz, siz sadəcə olaraq rahatlığınızı, o toxunulmaz komfort zonanızı qorumaq üçün maddiyyatın gücünə inanırsınız. Sizin üçün pul təhlükəsizlik deməkdir, sabahki günə arxayın baxa bilmək deməkdir. Bu həftə maliyyə vəziyyətinizdə gözləmədiyiniz qədər müsbət irəliləyişlər, fərəhləndirici xəbərlər ola bilər. Bəlkə uzun müddətdir gözlədiyiniz bir ödəniş nəhayət ki, hesabınıza köçəcək ya da əlavə gəlir gətirəcək yeni, tamamilə fərqli bir qapı açılacaq. Amma özünüzü o dəqiqə lüks alış-verişlərin qoynuna atmayın. Bilirəm, keyfiyyətli əşyaları, dizayner geyimlərini, eviniz üçün o kiçik, amma bahalı dekorları, dadlı və zəngin süfrələri çox sevirsiniz. Planetiniz olan, gözəlliyi və estetikayı təmsil edən Venera sizi daim rahat olan, göz yorucu olmayan hər şeyə doğru çəkir. Sizin zövqünüz anadan gəlmədir. Lakin bu həftə qazancınızı anlıq həvəslər üçün xərcləmək əvəzinə, gələcək planlarınız üçün qoruyub saxlamaq daha məntiqli olardı. Bəlkə də gələcəkdə evinizdə etmək istədiyiniz o böyük təmir ya da çoxdandır xəyalını qurduğunuz, detallarına qədər planlaşdırdığınız o uzaq səyahət üçün kənara bir qədər vəsait ayırmağın əsl vaxtıdır. Büdcənizi düzgün idarə etmək hissi sizə hər hansı bir əşyanı almaqdan daha çox mənəvi rahatlıq və güvən verəcək. Bəs sevgi?
Ah, eşq və münasibətlər məsələsində sizdən sadiqi, sizdən qayğıkeşi, sevdiyini qoruyub qollayanı doğrudan da çətin tapılar. Həyatınızda kimsə varsa, bu həftə aranızdakı bağların daha da möhkəmləndiyini, fərqli bir dərinliyə çatdığını hiss edəcəksiniz. Siz sevgini qışqıra-qışqıra deyilən bəlağətli sözlərlə yerinə yetirilməsi mümkünsüz olan böyük vədlərlə yox, kiçik, lakin mənalı, toxunula bilən hərəkətlərlə göstərməyi üstün tutursunuz. Sevdiyiniz insan üçün öz əllərinizlə hazırladığınız o istişam yeməyi, onun yorğunluğunu almaq üçün etdiyiniz kiçik bir masaj ya da sadəcə yan-yana oturub susaraq, əl-ələ tutaraq keçirdiyiniz o hüzur dolu dəqiqələr sizin üçün dünyanın ən böyük romantikasıdır. Partnyorunuzun bu günlərdə sizin bu sakit və güvən verən, dağ kimi arxasında duran enerjinizə hər zamankından daha çox ehtiyacı ola bilər. Onun dərdlərini dinləyin, ona arxa dayaq olun. Yox, əgər hələ də subaysınızsa və o xüsusi insanı axtarırsınızsa, ulduzlar pıçıldayır ki, çox uzaqlara, əlçatmaz xəyallara baxmağa ehtiyac yoxdur. Sizin üçün ən uyğun insan bəlkə də çox sadə, gündəlik bir mühitdə, iş yerinizdə və ya daimi getdiyiniz bir kafedə qarşınıza çıxacaq. Siz ani həyəcanların, bir günlük əyləncələrin, sonu bəlli olmayan yay macəralarının adamı deyilsiniz, sizə ömür boyu əlindən tuta biləcəyiniz, birlikdə qocalmaqdan, eyni pəncərədən eyni mənzərəyə baxmaqdan qorxmayacağınız biri lazımdır. Və inanın ki, kainat məhz belə birini qarşınıza çıxarmaq üçün görünməz iplərlə zəmin hazırlayır. Yeni başlayan münasibətlərdə hər zaman olduğu kimi yavaş, diqqətli və ölçülü addımlar atmağa davam edin. Qarşınızdakının da sizin o sadiq ürəyinizi layiq olub-olmadığını zamanla kəşf edin. Ailə və dostlarınızla münasibətlərinizdə isə bu ərəfədə əsl sülh elçisi rolunu oynayacaqsınız. Çevrənizdəki insanlar problemləri olanda, həyata dair hər hansı bir məsləhətə ehtiyac duyanda ya da sadəcə dərdlərini danışmağa səmimi bir qulaq axtaranda ilk olaraq məhz sizin qapınızı döyürlər. Çünki bilirlər ki, siz onlara xəyali, pafoslu məsləhətlər yox, tam olaraq reallığa əsaslanan, məntiqi və ayaqları yerə möhkəm basan çıxış yolları göstərəcəksiniz. Ailə içində kimlərinsə arasında yaranan xırda inciklikləri məhz sizin o təmkinli səsiniz, hadisələrə obyektiv yanaşmanız həll edəcək. Ancaq bu qədər insanın dərdinə ortaq olmaq, hər kəsin yükünü öz çiyinlərinizə götürmək bəzən sizin öz daxili enerjinizi də çəkib apara bilər. Ona görə də lazım gəldikdə nəzakətlə, lakin qətiyyətlə yox deməyi öyrənməlisiniz. Sizin də dincəlməyə, hər kəsdən və hər şeydən uzaqlaşıb sadəcə öz dünyanıza çəkilməyə haqqınız var. Cümə axşamından etibarən başlayan həftə sonu planlarınızda ailə üzvləri ilə birlikdə təbiət qoynunda keçirəcəyiniz sakit bir gün ya da sadəcə evdə, o sevimli mətbəxinizdə ən sevdiyiniz yeməyi hazırlayıb, süfrə ətrafında doğmalarınızla gülə-gülə vaxt keçirmək ruhunuza əsl məlhəm kimi gələcək. Sağlamlığınız barədə danışarkən təmsil etdiyiniz bürcün fiziki zəifliyi olan boğaz və boyun nahiyənizə bu günlərdə xüsusi diqqət yetirməyinizi məsləhət görürəm. Bu hissələr sizin həm də enerji mərkəzlərinizdir. İsti-soyuq dəyişikliklərindən, kondisioner altda çox oturmaqdan, buz kimi içkilərdən mümkün qədər çəkinin. Bir də o çox sevdiyiniz şirniyyatlara, ləzzətli xəmir yeməklərinə, gecə yarısı edilən o kiçik mətbəx qaçamaqlarına bu aralar biraz fasilə vermək ya da heç olmasa miqdarını azaltmaq heç də pis olmazdı. Bilirəm, yemək bişirmək də, onu dadmaq da sizin üçün ən böyük həzz mənbəyidir və bəzən stres atmaq, daxili sıxıntıları unutmaq üçün tez-tez yeməyə müraciət edirsiniz. Amma bunun əvəzinə, məsələn, axşamlar açıq havada, bəlkə də dəniz kənarında və ya sakit bir parkda yarım saatlıq yürüyüş etmək həm fiziki formanıza, həm də mənəvi vəziyyətinizə qat-qat daha yaxşı təsir edəcək. Bədəninizin ağırlığını, o günün bütün gərginliyini və yorğunluğunu torpağa vermək, ağacların arasında gəzmək, dərindən təmiz hava almaq sizin o bitməz tükənməz torpaq enerjinizi sıfırdan yeniləyəcək. Yoga və ya yüngül dartınma məşqləri boyun və çiyinlərinizdə yığılıb qalan o düyünləri açmaqda sizə çox kömək edə bilər. Bədəniniz sizin məbədinizdir və ona göstərdiyiniz hər bir kiçik qayğı sizə 2 qat sağlamlıq və sevinc olaraq geri dönəcək. Mənəvi və psixoloji olaraq isə bu həftə böyük bir arınma, daxili bir təmizlənmə dönəmidir. İllərdir içinizin dərinliklərində saxladığınız, daşımaqdan yorulduğunuz, amma qürurunuzdan boynunuza almadığınız bəzi küsülülükləri, inciklikləri nəhayət ki, sərbəst buraxmaq, küləyə tapşırmaq qərarına gələcəksiniz. Siz əslində qətiyyən kinli deyilsiniz, bunu hamı bilir, sadəcə olaraq sizə edilən haqsızlıqları, xəyanətləri heç cür unuda bilmir, o səhifəni tamamilə qapada bilmirsiniz.
Amma fərqinə varın ki, o keçmişin qaranlıq yükləri, o köhnə xatirələr sadəcə sizin özünüzə zərər verir, beyninizi yorur və yüngül addımlarla irəliyə getməyinizə mane olur. İndi dərindən bir nəfəs alın və təbəssümlə qəbul edin ki, bu həyatda hər kəs səhv edə bilər, hər şey mükəmməl olmaq məcburiyyətində deyil. Həyatı olduğu kimi insanları öz fərqlilikləri və çatışmazlıqları ilə qəbul etdikcə içinizdə necə böyük bir boşluq, necə böyük bir fərahlıq və rahatlıq yarandığını görəcəksiniz. Sizin bu həyatdakı ən böyük silahınız, ən böyük gücünüz o dəyişməz səmimiyyətiniz və fırtınalara belə meydan oxuyan səbrinizdir. Öz dəyərinizi bilin. Güzgüyə baxanda oradakı o güclü, amma bir o qədər də zərif, hər çətinliyin öhdəsindən şikayətlənmədən gələn insana sevgi ilə yanaşın. O insan həyatın çox sınaqlarından keçib və indi ən gözəl mükafatları yaşamağa tam haqqı var. Həftənin son günlərində pəncərələri taybatay açın, evin içinə dolan təmiz havanı ciyərlərinizə çəkin və özünüzü tamamilə sevimli məşğuliyyətlərinizə, ruhunuzu qidalandıran hobbilərinizə həsr edin. Bəlkə bitkilərlə məşğul olmaq, o çox sevdiyiniz çiçəklərin dibini yumşaltmaq, torpağa əllərinizlə toxunmaq istəyirsiniz. Bəlkə də uzun müddətdir kənarda qalan o sevimli kitabınızı əlinizə alıb, rahat bir kresloya gömülərək isti qəhvənizi qurtumlamaq ən böyük arzunuzdur. Ya da sadəcə arxa fonda sakit, nostaljik bir musiqi sədası altında heç nə düşünmədən gözlərinizi yumub xəyallara dalmaq. Ruhunuzu nə oxşayırsa, sizi bu səs küylü dünyadan nə uzaqlaşdırıb xoşbəxt edirsə, sadəcə ona fokuslanın. İcazə verin telefonlar sussun, sosial medianın o yorucu axını bir kənarda qalsın. Dünyanın və insanların qaça-qaçı heç vaxt bitmir, bitməyəcək də. Qoyun başqaları hara istəyirlər tələssinlər, qaçsınlar, siz arxaya yaslanın və böyük əziyyətlərlə əldə etdiyiniz bu gözəl həyatın, bu sadə və hüzurlu anların dadını çıxarın. Siz hər şeyin ən yaxşısına, ən keyfiyyətlisinə, ən gözəlinə layiqsiniz, çünki bu yolda hər bir addımı kiməsə güvənərək deyil, yalnız və yalnız öz alın tərinizlə, öz dözümünüzlə atmısınız. Bu həftəlik bizdən bu qədər dəyərli buğalar. Həyatın ən gözəl dadları, o həmişə axtardığınız sonsuz hüzur, sevgi və bolluq hər an sizinlə olsun, hələlik.